Beyni birdən ekstremli lazımdır. Nə qədər olur? Təsəssüki və parklar burada hər təsəssü gəlir. Nə qədər çox şey verir? Xərci nə qədər olur? Göngən. Qanun çəkilməlidir. 41 manat köpü közüsən kəsir verir, hə? Ona tutarır hər şey. 41 manat. Hər cöngəyə. Kilosundan asılı. 100 kilo, 200 kilo da yok. O düzgün deyil axı. Bizdən 500 kilo kəs, sizin 100 kilo kəs, sən düşün bilirsin ki. O düzgün deyil axı. Restorant hardadır? Hə? Restorant. Efendim? Restorant hardadır? Restorant. Orada o hara yazılır. Nə? Bizdə gözlər burada. Onların özləri tək. Aparıb gətirə, 10 manata gelib gəlmə. Cöngəni 10 manata aparıb gətirə. Kəsilmiş mal aparır da o mu? Bura gəlməyi və nə? Gəlmək istəyir. Buradan aparmaq. Həkim yoxdur ha burada, ondan bir şeyler söz deyir. Yox, həkim yox. Boş ver var. Burada boşalır da ya. Hansı təmizləyən daşlar, bu baratasın qabağına bak. Bura bak. Bu baratasın qabağına bak. İçəriyə bak. Kamera bak içəride. Buna bak. Hansı təmizləyən daşlar, buna bak. Bu hansı təmizləyən daşlar? Bunu qamışdıra bak. Bu nədən, hansı təmizlik, paklıqdan, qidagətlikdən danışa bilər? Qalk, içəri girəndə nə təmizlikləri? Bura bak. Ona bak, ona bak. Gör, nə gündədir bu? Bu hansı şeydən İsmail danışa bilər? Ay cənab prezident, ay Təhməzov, sən nə icazə vermirsən? Bunun təmizliyinə bax, yerdəki kanalizasiya yerinə oxşayır. Burada nə heyvan kəsilirsən? Nədir bu? Hansıdan qan buna bax? Nə bu buradan başlanır? Sağlam bir şey, təmizliyi buradan görsəndirir. Bu dedim onun təmizliyi. Bura baxmır, yox. Gör nə gündədir, qapısına baxmır. Gör nə gündədir bu. Buranı təmizlətdirməyib bu. Görsən? Gör nə gündədir bu. Bu hansı təmizlikdən danışa bilər? Hansı halallıqdan danışa bilər? Buradan başlanır, buradan vətən başlayır. Hardan başlanır vətən? Bax budur, Mayakovski'nindir. Hardan başlanır vətən? Buna bax. Bu nə təmizlikdən danışacaq? Nə halallıqdan? Nə zarından ağacları sındırıblar? Buna bax, yola bax. Bunun təmizi buna bax. Bu değil, bura gör neye oxşayır? Kamxoz idarəsi. Kamxoz buradan təmizdir. Kamxozun inzibatı binasının buna bak. Gör nə gündədir. 200-300 min bura maya qoyub cəldib. Sən onları buna bax, sən. Natəmizliyə bax, Bax, buranı təmizləməlidir bu. Buradan başlanılır, Qoşqat təmizli. Zəngilanlı balası. Bax, bu deyil, gəl buna bax. Ətrafa bax, buradan təmizlik burada gül olmalıdır. Gül, çiçək, insan talihi. Gel burada kesir 41 manat. 100 kilo ola da bir 41 manat, 200 kilo ola 400 kilo ola. Harda bunu kim təyin elədi? Hansı tarif şurası? Cəmaatı soymaq üçün 200-300 min dollar bura maya qoyub, cəmaatı, dedi bu, Kürdəmirdə yoxdur bu. Kəsərbəti rayonu. Sabirabadda yoxdur. Səlyəndə yoxdur. Neftçalada yoxdur. Nədən danışır bu? Çox hörmətli cənab prezident Ali Başqamanlar. Hörmətli Baş nazir Əl-Əsədov, hörmətli baş prokuror Kamran Əliyev və korrupsiya idarəsi, Daxili İşlər Naziri Vilayət Eybozov cənablarına. Bir də Sankt-Peterburg sanitar qovşağının rəhbərliyinə. Belə bir hadisədən ötürü bir ağır bir vəziyyət yaranıb Şirvan şəhərində. Mən sahət rəhbəri, Yeni Şirvanlı İnfoaz sahətin rəhbəri kimi mənə müraciət edirlər. Nədir bu müraciət? İndi onların canlı, hamısı bütün Şirvan cəmaatı böyük narazılıq yaradır. Cənab prezident, siz həmişə xalqın xidmətindəsiniz, siz xalqın xidmətçisiyəm. Və bu yerli, bu xırda adamlar kimdir və nəyə bu xidmət edir? Bu məmurlar. Bu adam var, İsmail, Tərarov İsmail var, Xasayoğlu. Burada bir dənə kəsim açıb məntəqəsi.
Bu cəmaata böyük narazılıq yaradır. Düzdür, bu yaransın, amma burada özü Tarix Şurası ki, qiymət təyin edir. Biz orada dünənlər çəkiliş eləmişək, gelmişək. Özü natəmiz, biabırçı vəziyyətdədir, onu da qoyacam ora. Qapıdan, varatıdan içəri girəndə hamısı biabır, kompoz idarəsi ondan təmizsin. Bu nə qanunla tacib? Bu özü reketli kimi özünü aparır. Cəmaata əzab verir, qida agentliyinə gecə gündüz ərzə yazır, onu sahibkarlığa böyük ziyan zərbə vurur. Qida agentliyəsi var, Qoşqar Təhməzli, böyük stajan malik adamdır. 10 il Bakı şəhərin eftalmologiyanın rəisi olub. Çox təcrübəli adamdır. Bu demək, həmən bu İsmailov Tərlan, Tərlanov İsmail Xasayoğlu cəmaatlarla çox agresiv danışır, təhqir edir insanı. Kim verir bu səlahiyyəti? Cənab Prezident, Cənab Baş Prokuror, Daxili İşlər Vilayət Eyvazı. Bu orada özünə məxsus qiymətlər yazıb ora. Amma sanitariya belə, orada faktlar çoxdur. Orada sanitar qoruşaq, ifunətlə sərgilmir. Orada filtrasiya olmalıdır, asitisiya təmizləmək istəyir. Kim icazə verir, bax buna, istismara bunu kim icazə verir? Mən onsa təhlükəsizlik, Dağmədən Təhlükəsizlik İdarəsi var, Sələndə regional falan var, ona da demişəm, rəhbərliyə deyiz. Bunun istismarına axtı, buraxışı, axtı kim verir? Orada o qovşaq olmalıdır. O qanlı, zirzibilli, ufunətli, xəstəlik, orada yığılan xarab ətlər yığılır, ufunət verir. Kim, hara təhvil verir bura? O su təmizlənməlidir, çirkab, böyük abyomlu. Sonra buraxılmalıdır kanalizasiya. Ekologiya Naziri. Böyük faciədir bu. Bunu eləməyib. Buna kimsə burada ayaq verənlər var, mən eşitdiyimə görə. Onlara bu arxaindir, heç şey eləmir. Şirvan şəhər hüquq mühafizə orqanı rəhbərliyi, mən onlara da müraciət edirəm. Buna nəzərət edin, qiyməti ağzına gələni yazır orada. 41 manat hər döngəyə orada çəkiliş var, faktisidir. 41 manat pul alır. Deyirəm 50 kiloluğa da, 100 kiloluğa, deyir 500 kilo olsun 41 manat. Bu kimdir? Bu nədir? Kim tənzimləyir bunu? Ona görə Sərvət Şadlıq rəhbəri Əfqan müəllim müraciət edib, gəlmişəm onun idarəsindəyəm. Orada xarab ətlər gətirib bunlara verirlər, sənədlər də var, hamısı eləyəcək. Xahiş edirəm, Əfqan müəllim də danışsın, sonra biz davam edəcəyik. Məmmədov Əfqan Məmmədoğlu 2018-ci ildə Sərvət Şadlıq Sarayında icraçı direktoram, sahibkaram. Siz həmişə cənab prezident, baş komandan bizə dayan durmuşsunuz. Həmişə sizi biz özümüzə güvən etmişik. Niyə görürsünüz? Həmişə sahibkarlar imkan verməmişsiniz ki, yoxlamalardan, qeyri-qanuni hər dəqiqə yoxlamaqdan bizi azad eləmişsiniz. Bizə imkan yaratmışsınız ki, işçi götürək, istifadə verək, vergimizi verək, işıq pulumuzu, su pulumuzu, kommunalları verək və dövlətin vergisini verməyə bizim imkanımız olsun. Son bir il yarımdır, bizim başına böyük bəlalar gəlib. Şirvan şəhərində 90-95 min ahəsi var. Şükür bizə orada Şadlıq Sarayı var ki, indi bizi əsəd toylarının, Sabirabadın, Səliyanın, Udurun, Qarasunun, Atqulağın kəndlərdən gəlirlər. Bu kəsin gözəl ki, mən razıyam, üstünün əlinin üzrə açılıb, çox gözəl, çox gözəl. Ancaq mən başa düşə bilmirəm, bu 45-50 kilometrdə ət bu insanı hara gəlsin, niyə gəlsin? Mən işitmişəm, bəzi Avropa ölkələrdə diri balıq soyanda ona 8 il iş verirlər. Biz 50 dərəcə, 45 dərəcə istinin altından məcbur edirik ki, götür 50 kilometrdən get əti burada kəs, qaytar da ətdəki inir, yolda elə inir. Diri gələndə nə görür, xəstə düşür. Mən başa düşürəm, ya bunu elə etmək lazımdır ki, insanlar rahatlaşdır. Bizim toylarımız çox azalır. Çox azalır, qıraqlarda heç səs gəlməyib. Deyirlər, bu boyda Azərbaycanlı təkcə Şirvandadır, qaidə qanun. Mən başqa yerdə eşitməmişəm. Hamısı qaçır buradan, gedirlər başqa yerə. Bizim də, mən də nə qədər işçi qövəm vardı, çoxsuna yarı-bayır azadmışam. Vergimə çox çətinlik verə bilirəm. Demək olar ki, biz müfriz vəziyyətdəyik. Bizə kömək lazımdır. Bax, ayın 25-i toy, ət kəsilmişdi, həmin o İsmail kəsmədi, əti ondan almışlar. Tərlan İsmail, əti ondan almışlar. Mən poverim, mənə zəng elədi ki, müəllim burada xarab ət gətiriblər, xəstə ət gətiriblər. Sənədlə. Sənədə vermişəm, təqdim edəcəm. Dedim, bu qiməti kim verir? Deyir, İsmailin özünü almış. O özdən manipulyaçı bözü üçün ət mağazası var, qeyri, antasanitər götürüb. Yuxudan durur, hər 10 nəfərdən bir şikayət yazır, boşuna
özü bilmədən kimi belə də kefistir deyir, mənəm də deyir. Mən anlaya bilmirəm. Bu məndən iki dəfə yazıb, ancaq gəlib görür hansı qanundur. Mən belə qalıb nəyə görə əsəbləşirəm ki, bu nədir, bu duracaq, kefi duracaq, məndən şikayət yazmalıdır bu. Bu bir navad son qoyulacaq. Qarşı alınmalıdır. Bu navad son qoyulacaq. Bir nəfər özü deyir, 2 nəfər işçisi var. 60'da çox, 70'ə işçisi var, 100 işçisi var, mən 30-35'ə. Mən verməndən çox, mənim də vergim onun indiyəcə 2 illik vergisidir. Mənim bir aylıq vergim. Mən məhv olmuşam. Mən kömək istəyirəm sizə canım. Buyur, povurlarsın. Mən Abbasov İmran Abbasoğlu 2018-ci ildən Sərbəşarı sarayında Məmmədov Əfqan müəllimin yanında çalışıram. Kebabçı vəzifəsində işləyirəm. 25 aprel 2025-ci il tarixdə bizə səhər ət gəldi. Möhürlənmiş ət idi. Ətin budunda zəda var idi. O ət yararsız idi. O ətdən iyi gəlirdi, çirklənmişdi ət. Biz müdaxilə elədik, burada arasına baxıyoruz ki, ət arasında sapsarı su axır. Biz o əti verdik toy yəsinə ki, bu ət bizə yararsızdır. Biz bunu işlədə bilmərik. O dedi ki, mən bu əti demək, Tərlanov İsmail müəllimin məntəqəsindən götürmüşəm. 14 numara neçə qəpiyə. Biz dedik ki, apar bu əti qaytar, ver özünə təhvil. Biz bu əti işlədə bilmərik. Bu ət ancaq Zorpaqda Bərşeyvana gezdirmək olar. Doğru görsən, nə gözlə. Demək, bu adam nə istəyir? Demək, cənab biz prezident. İndi Əfqan müəllimlə danışacaq. İndi bu məsələ biz sat vermişik. Bu nə istəyir bu Şirvanda eləyir? Bu nədir? Ancaq ondan bundan yazır. Bax, görsə Əfqan müəllim deyir ki, burada desə 17-18 ildir bu adam buranın. Gecə gündüz ərizə yazır. Bir daha getir, gəlir, yoxlayır, bir sənədi var. Bu nə demək? Onun öncə dövlətin idarələrinə bu təsir eləyir. Onların işləri pozur, onların başqa işləri var, ancaq bu işlərlə məşğuldur. Demək, bu Kürdəmirdə yoxdur bu, Hacıqabulda yoxdur. Səlyan kimi böyük rayon kənd səfələrində yox, Sabirabadda yox. Bir dənə burada açıb, burada da cəmaata zulüm edir. Səhər-səhər gedirsən növbə, qırğın qiyama, işçisin görəsən nə qədər işçisi var mı? Əmək Fəşli Səlyanda, Anar Qıdırov, xahiş edirəm gəl yoxla bunu əmək. Onların orada çəkilin videosu çəkdi. Anı satırıya, sapamız var, diyavırçılıq, füynət, o da qoyacaq orada, bax. Buna özünə nəzarət olmalıdır bu. Bu cəmaatı, bu nə deməkdir bu, faktlarla. Bu belə şey olmaz. Cəmaata əzab verir, özü istədiyi qiymətə eləyir, istədiyi qiymətə. Bunu kim tənzimləməlidir? Azərbaycan xalqı hüquqi dövlətdə yaşayır, qanun hökumətdə. Bu nətər özündən, cənab prezident, baxıram portretlərimizə, baxıram hamısına, böyük Erdoğanla bizim Ali Başkomandanımız, Qadasın hanım olarım. Demək, bu İsmail Tərlənov kimdir bu Şirvanı dağılır, bu 90 min ağrısı olan şəhəri. Bunun qarşısı, dur deyən olacaq görəsən, kimdir bu? Hamısının bunun arxası var, şeyləri var, nə bilim, yuxarılarda bunun adamı var. Hüquq mühafizə orqanlarında, kimdə. Olsun da, bizim də prezidentimiz var, o boyda, dünya səviyyəli. Mən onu, Kütahya Komünist Partiyasının katibi onu qəbul edəndə dünya mənim oldu. Dünyanın bir növləri dövlət partisi nə boyda izdihamla bizim İlham Əliyevi qəbul elədi. Vizanı ləğv elədi, hər şeydir. Öpürəm, bağırma basıram o böyük şəxsiyyəti, qatı edərsini. İndi Əfqan müəllimin ürəyi sözləri var, gənə desin. Görək nədir? Mən inanıram, bizim səsimiz də işləyəcəklər. Yuxarıda duran nazirlər. Çox xahiş edirəm, kömək edin bizə. Bizi məhv edirlər. Açıq aydın, monopoliya yaradıblar, ət kəsmə, oyun açırlar. Heyvanlara, Allahın yaratdığı heyvanlara elə zulm verirlər ki, bu istilər. Onu heç kim yeməz. Bu ayıbdır. 50 kilometr gətirib ət kəsmək qıldır. Bu özü cinayətdir. Heç bir qanunda yoxdur. Bəli, ya bunu açırsınız, ya Kətlərdə. Mən razıyam. Kətlərdə hər məntəqələr, bir şəhərin baytarı var. Onların kəsdiyi məntəqə, bəlkə bundan təmizdir. 1000 dəfə təmizdir. Valla 1000 dəfə təmizdir. Onlar bir də heyvan kəsir, bir 100 heyvan kəsir, natəmizdir. İl götürür, yay vaxt gəlir. Aran yeridir, bu istidir. Aran yeridir. Bu da xəstəlik yaradır. Vəfa yaradır, çox xəstəlik yarada bilər. Buna əlac eləmək lazım. Yerlədir ki, qida xahiş edir. Reydivan Təzər Cavan oğlan gəlir, eşitmişəm çox işləyən, adın nədir, bilmirəm. Allah onu Səlyanı, Allah işləmandı eləsin, ondan xahiş edirəm, kömək eləsin. Ya hər kəndləmi, rayonu, baytar özü müayinə eləsin və imkan yaratsın ki, insanlar toy elə bilsin, gəlsin şadlıq toy. İnandırın, gələn yoxdur.
Bizi toylayan yoxdur. Bizi bankrot eləyiblər. Biz məhv olmaq üzrəyik. Bizə kömək lazımdır, bəli. Bu monopolistin əlindən bizi Monopolist, bəli. tutarıq. Bəs xəstə adamdır, o həqiqi xəstədir o. Bu insan ki, mən demirəm, özü bilən, o ailəsində böyük problem yaradan insan bizim nə qarışqa kimi görür oldu. O biz o için heç nə yox. Ailəsinə problem yaradan adam gör ha, bunu bütün Şirvan bilir də, nə vəziyyətdə onu. Yoxlayan bu hüquq MTM var da, prokuror var, obisi rəis var. Maraqlansın bu kimdir də bu? Ailəsində elə bu bilsin ki, problem yaradır. Gəlib cəmaata zulüm edir bu adam. Hamıdan şikayət edir, qida getirir, əlində plakat tutub, ged o cərmələ, 1500 manat, 1500 manat cərmələdi, yıxıldı 12 masada. Kimdir bunu? Buna kim verib bu səlahiyyəti? Bunu tədbirində hara səsimizi, söz çıxmamızı qaldırmışıq. Cənab Ali Başkomandan, hörmətli Baş Prokuror, Daxili İşlər Naziri, Qoşqar Təhməzli, bunun qarşısını al da, qardaş. Gəl, sənin nümayəndin nazirlikdən gəlsin, bunu fəaliyyətin yoxlasın yerdə. Başa düşsən, onun kanalizasiyası yox, ekologiyadan. Natəmiz, iyilən. 10 dəqiqə adam yaxın dura bilmir. Yaxın dura bilmir. Biz bunu eşidin, bu nə deməkdir? Çox uzun danışmayacaq, faktlar əsasında bizim müraciətimizi, videonu bıraxacaq efirə gəlsin, Yeni Şirvan İnformasına. Çox minnətdarım, var olasın.